Salam uşaqlar, ümid edirəm ki, hər biriniz yaxşısınız. Hal-hazırda sizə 6-cı sinif riyaziyyat BSG 2 haqqında məlumat verəcəm. Çoxlu nümunələr işləyəcəyik, 19 dənə sualımız var. Mövzular haqqında danışacağım və nümunələr işləyərkən uşaqlar mövzuların hər birinə toxunacağıq ki, qaydalarımız hansı formada idi. Yadınıza salacaq hamısını. Sualları uşaqlar özüm hazırlamamışam, nümunələrdən götürmüşəm. Bunu deyim. Və uşaqlar bir neçə sualınıza cavab verin, bilirəm ki, soruşacaqsınız. Bu suallar mı düşəcək? Xeyr uşaqlar, bu suallar düşməyəcək. Bunun əsasında, yəni keçdiyiniz mövzular bunlardır. Sadəcə buna oxşar suallar düşəcək. Tip olaraq bunlar düşəcək. Aydındır uşaqlar? Aydındır əla. Başlayalım mövzular. Və uşaqlar, hansı sualı izah edədimsə, tutaq ki, birinci sualı başa düşmədiniz. Mövzuların çox hissəsini izah eləmişəm. Başdan bəlkə mənə baxanlar da var, baxmayanlar da var hal-hazırda. Çox hissəsini izah eləmişəm. Əgər izah elədiyim mövzudursa, mütləq şəkildə qaydasına bir dəfə də baxın, suallara baxın ki, daha da yaxşı mənimsəyə biləsiniz. Və bir üstə uşaqlar, sizin soruşduğunuz bir dənə suala cavab verin. Həmişə soruşurdunuz ki, müəllimə hazırlıq keçirsiniz onlayn formada. Mən deyirdim ki, yox keçmirəm. Nömrəmi paylaşmamı istəyirdiniz. Növbəti ildən etibarən, tədris ilindən etibarən nömrəmi paylaşacağım. Hazırlığa kim qoşulmaq istəsə nömrə ilə əlaqə saxlaya bilər. Sentyabrdan, oktyabrdan etibarən nömrəm olacaq. Aydındır uşaqlar? Aydındır səla. Başlayaq birinci sualdan. Birinci sual bizə deyir ki, təmliyi həll edin. Birinci sual. Verilib 0,5 kız plus 6 bərabərdir 12. Uşaqlar, ümumiyyətlə bir dənə şey deyim sizə. Bu 6-cı sinifin sualları ilə 5-ci sinifin sualları çox oxşardır. Mövzular çox oxşardır. Böyük bir hissəsi oxşardır. Necə olur? Bax, 5-ci sinifdə keçilə ümumiyyətlə də, ibtidayda da elədir. Məsələn, 4-cü sinifdə siz tənlik haqqında məlumat bilirsiniz, keçmişdiniz. Yəni, ifadənin qiymətinin tapılması haqqında keçmişdiniz. 5-ci sinifdə sadəcə onun bir üstün formasını keçdiniz. 6-cı sinifdə də 5-ci sinifdə keçdiyinizin bir üstün formasını keçdiniz. 5-ci sinifdə bunları izah eləmişəm. Hətta 6-da da izah etmişəm. Tənliyi aydın olmasa mütləq şəkildə tənliklər mövzusuna baxın. Ekvivalent tənliyə gətirməklə tənliyi həll eləmək. Və bir üstəki uşaqlar, siz bir də ki, 5-ci sinif BSG-sinə də baxın. BSG-yi kimi paylaşmışam. Çünki sual tipi olaraq 5 ilə 6-lar eyni tipdədir. Dəyişmir. Yəni, çox oxşarlıqlar var. Baxsa sizin xeyrinizə olacaq. Bir daha onu deyə bilərəm. Çünki uşaqlar, burada məsələn, bir dənə sual verib. Mən özüm hazırladığımda 5-ci sinifi özüm hazırlamışam. 6-cı sinifi yox, yalan deyərəm, özüm hazırlamamışam. Nümunələrdə götürmüşəm. Yəni, 5-ci sinifə də baxsa, sizin xeyrinizə olacaq. Bir sözlə onu deyim. Başlayaq suala. Bərabərdən 12. Uşaqlar, sizin yadınızdadırsa, demişdik ki, burada plusdursa, bu üzə 2 tane də minus olur. Düzdürmü? Yazıram 0,5 x bərabərdə 12 sıxılsın 6. 0,5 nə deməkdir? 2/1 deməkdir, deyə bilərəm. 2/1 x bərabərdir 6-ya. Bunu da hətta 2-ni böl 2 kimi məxrəci keçirsəm olar. Bu böl 2-dirsə, hər tərəfi 2-yə vurmalıyam, deyə bilərəm. Onda x bərabərdir. Hər tərəfi 2-yə vuranda 12. X-in hansı qiymətini də ödəyəcək? 12 qiymətini də ödəyəcək. Tənliyə aid mütləq şəkildə sizə bir sual düşəcək. Keçirik ikinci suala. Yenə də deyir, x-i tapın. Tənliyin ətrafında olan sualdır. İkinci sual. X-i tap. Verilib belə bir şəklimiz. 2x minus 15 plus 15. Burada da verilib x plus 65. Uşaqlar, bu bucaqlar necə bucaqlardır? Qarşılıqlı bucaqlar. 5-də bunun izahı var. Qarşılıqlı bucaqlar haqqında nə bilirsiniz? Bir-birinə bərabərdir. Qonşu bucaqlar olsaydı, bax bunun bu olsaydı, qonşu olsaydı, demişdik ki, cəmi 180 olacaqdı. Amma indi bunlar qarşılıqlıdır deyə bir-birinə bərabərdir xassəsini istifadə edəcəm. Yəni 2x plus 5, 15 bərabərdir x plus 65-ə.
Başına tənliyi həll eləyərkən məlumlar bir tərəfə, məhsullar bir tərəfə. 2x olduğu yerdə qaldı. İşarə dəyişmir. Sadəcə siz bərabərliyin bir tərəfindən digər tərəfinə keçirəndə işarəni dəyişmək ixtiyarınız var. Bax, x burada müsbətdir. Bu üzə keçəndə çıx kimi keçəcək. Bərabərdir. 65 burada bərabərliyin. Bax, bərabərliyin sağındadır, sağda da qaldı. İşarə dəyişmədi. Plusdan plusuna. Bu 15 soldadır, keçdi sağa. Çıx formasında keçdi. Bir daha deyirəm. Dəyişəni və yaxud da ki, sabit bir ədədi bərabərliyin bir tərəfindən digər tərəfinə keçdikdə işarə əksinə dəyişir. Mənfidirsə müsbət olur, müsbətdirsə mənfi olur. 2x çıxısını x elədi. x bərabərdir 50-yə. X-in hansı qiymətini də ödəyəcək? 50 dərəcə qiymətini də ödəyəcək. Bizdən deyirdi ki, x-i tapır. Keçirəm növbəti sualımıza. Üçüncü sualda bizə nə deyir? Baxaq uçaq. Bax, 5-də var. Bu tipli sual, qarşılıqlı bucaq, qonşu bucaq, soxtu salmışam. Bir dənə şey var, 5-in short formasında paylaşmışam. 5-in qısa suallarına baxın, görün hansı formadadır. Maraqlanırsınızsa, videosuna da baxın, geniş formada. Deyir ki, fiqurların əvəzinə elə ədədlər yazın ki, bərabərlik doğru olsun. Dedik, belə bir ifadə 6 vurulsun, 3x çıxılsın. Dairə verilib, y. Fiqur dediyi dairə, kvadrat, nə bilim, üçbucaq, şəkil, məkil, gül, mül, fiqur budur. Kvadrat, x, çıxılsın 18 dedik. Deyir ki, fiqurların yerinə elə ədədlər yazın ki, bərabərlik doğru olsun. Şurada mörtəzi kənarındakı ədədə vuranda paylama qanununa əsasən hər biri nə vurulmalıydı, düzdürmü? Və uşaqlar bir dənə də qayda bildirəm ki, mörtəzənin qarşısındakı ədəd müsbətdirsə olduğu kimi açılırdı işarələr. Mənfidirsə işarə əksinə dəyişirdi. 6-nı vurdum 3x-a. Neçə elədim? 18x. Yazdım 18x. İndi çıx, işarə olduğu kimi qaldı. 6-nı neçəyə vuranda 18 verir. 3-ə vursam 18 verəcək. Qurtardı uşaqlar. Sizə deyirdi ki, doldurun. Yazdıq. Bu 3-cü sualımız idi. Keçirəm 4-cü suala. Sadələşdirin və x bərabərdir mənfi ölçü olduqda ifadənin qiymətini tapın deyir. Bir dənə uşaqlar ifadəmizi yazın. 3 vurulsun x minus 2. Çıxılsın 4x minus 6. Paylama qanununa əsasən vurub açıram. İşarə nədir? Müsbət. Olduğu kimi açılacaq. 3x. Bax, işarə nə işim yoxdur. Çünki müsbətdir. Minus 3 vuranda 2, 6. Keçdim. İkinci mörtəzəni açıram. Qabağında işarə nədir? Mənfi. Mənfidirsə nə olurdu? Hər birinin işarəsi əksinə dəyişir. Bax, müsbətdir, oldu çıx. 4x. Bax, 4x-in qabağı çıx formasına keçdi. Mənfidir, plusla əksinə dəyişir. Bizdən unutmayaq. Biri mənfi 6, biri müsbət 6. 6'lar bir-birini apardı, sabitlər. 3x çıxılsın 4x. Oxşar dəyişənlər, düzdürmü? x formasında. Biri müsbətdir, biri mənfidir. Böyüdən kiçiyi çıxırıq. 4-dən 3 çıxanda elədik. x, bir dənə x. 4-ün işarəsi nədir uşaqlar? Mənfi. Mənfi 1x formasında təmin olunur. Uşaqlar, yəni 3-dən 4-ü çıxmağı biz o şey bilirik. Düzdürmü? Əvvəllər, yəni ibtidai sinifdə 5-ci sinifdə çıxa bilmirdik. Deyirdik ki, 3 nətər 4 çıxır. İndi amma sizə borc formasında izah eləmişdim. Deyirəm ki, sizin məndə 3 manatınız var idi. Gəldiniz məndən 4 manat aldınız. 4 manatı aldınızsa 3 manata hər çıxdım. 1 manat da öz cibimdən verdim də, düzdürmü sizə? Deməli, borc formasında. 4-ün işarəsi böyüdür deyə borc oldu. Deyir ki, x-in yerinə mənfi 3 qoy, işdə. Mənfi, x-in yerinə də mənfi 3. Mənfi vurulsun, mənfi elədi müsbət 3 formasında təyin olunur. Bu formada təyin elədik. Keçirəm 5-ci sualımıza. Və
uşaqlar, növbəti tədris ilindən də çalışacağam. Mövzuları izah edeyim. Əgər mövzulara vaxtım olmazsa, indi tam bir şey deyə bilmirəm. Çünki bir də görürsən ki, adam vaxt çatdıra bilmirəm. KSD-ləri amma izah eləməyə çalışacağım. 7-ci sinifin KSD-lərin böyük bir ehtimal sizə təzə kitablar verilməlidir. 7-ci sinifin kitabları yenilənməlidir. Yeni kitablar verəndə yeni kitablarınızdan izahını verəcəm KSD-lərin. Onlara diqqətlə baxsaz, qəşəng mənimsəyəcəksiniz. Keçək 5-ci suala. Belə bir sual verdim. Aha, mənə deyir ki, Y tap. Uşaqlar, Y necə bucaqdır? Deyin görüm. Xarici bucaq. Düzdürmü? Üç bucağın çölündədir. Bu bucağı qonşudur deyə biz demişdik ki, xarici bucaq deyil. Uşaqlar, birinci, gəlin daxili bucaqları tapaq. Şöyle daxili bucaq X nədir? Üç bucağın daxili bucaqları haqqında nə bilirsiniz? Üç bucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Yəni, X plus X plus 10 plus X plus 10 X plus 5 bərabərdir 180. X plus X plus X 3X üzərinə gəlsin 10 plus 5 15 bərabərdir 180. 15 bu üzə keçəndə çıx formasında təyin edilir. 3X bərabərdir 165'e. X bərabərdir hər tərəfi vurdursaq 3'e bölür. 3'e böləndə 55'e. Deməli X'in hansı qiymətini də ödəyəcək? 55 dərəcə qiymətini də ödəyəcək. Bunu tapdım 55. İndi mənə nə lazımdır? 55'in xarici bucağı. Yəni 55'i qonşu olan. Qonşu bucağının cəmi neçəydi? 180. 180'dən də 55 çıxanda yerdə qalacaq Y-imizin qiyməti. Bu deyirlər 125 dərəcə. Bu saydın uşaqlar. Və burada bir dənə də şey bilməliyik biz. Bir bildik nə oldu? Bu xarici bucaq oldu. Dedik daxili bucağının cəmi 180 oldu. Bir bunu bilməliyik. 2 bilməliyik. Üç bucağın daxili bucağının cəmi 180 dərəcədir. Fərq eləməz hansı üç bucaq olur olsun. Üçüncü bilməliyik uşaqlar. Bax bu xarici bucaq. Yadımızdan çıxartmayaq. Ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Yəni, ona qonşu olan hansıdır bu? Qonşu olmayan hansıdır bu ikisi? Bax, xarici buna qonşu olmayan iki dənə daxilinin cəmi. Yəni, bu ikisinin cəmi bizə bunu verir. Düzdür, bu sualda tətbiq eləmədim. Amma o tipli sualda verə bilər. Xarici bucağı bir daha deyirəm. Ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Üç bucaqlar. Keçirik 6-cı suala. 6-cı sual tipli uşaqlar. Qəşəng sualımız 5-ci sinifdə də var. 5-ci sinifin BCQ-sində də var. Mütləq şəkildə baxın deyirəm ha. 5-ci sinifin KCQ-si mənim özümün hazırladığı bundan da yaxşıdır. Çünki tənlik burada bircə də nümunə tənlik vermişik. Yəni standart veriblər. Mənim özümün hazırladığımda 4 dənə qəşəng tənlik vermişim. İzahını da vermişim. Yəni 5-ci sinifə də baxın. Deyir ki, bərabərsinin ən kiçik tam əlini tapın. X böyük bərabərdir 2,5. Ədə doxunu qururam. Sonra bir oxuyacağım nə deyir. Çünki başa düşmürəm. Birinci əldə doxunu quraq. 0. 0-dan sağda yerləşir 2,5. 2 buradadır. 2,5. 2 ilə 3-ün arasında tam burada. Bərabərliyi var deyə için qaraladım. Problem yoxdur burada. Mənə nə lazımdır? 2,5'dən böyüklər tapmaq üçün hansı tərəfə getməliyim? Sağa. Ay, sağ ol. Ay, beləşim salam. Bura kimi problem yoxdur uşaqlar. Birinci qur, şərti bilmirəm. Şərt yadımdan çıxıb bu şey nə deyirdi? Qurduz mu ədəd oxun? Sual oxuyun görün nə deyirdi? Heç arada tələsməyin. Bərabərsizliyin ən kiçik tam əlini tapın. Tam əllərdən söhbət gedir. Bura hansı tam əllər var? 3, 4, 5, 6, 7, 8, 9,
9, 10, nöqtə gedir. Bunların içində ən kiçiyi hansıdır? 3. Sizə deyir, ən kiçik tam əlini tap. Bunların içərisində ödəyən tam hədd 3'dür. Qurtardı uşaqlar. Bu formada təyin olunur. İndi sualımız satır mediana. Uşaqlar 5-ci sinifdə median yoxdur. Ədəd orta var. Ədəd ortaya aid qəşəng sualları izah eləmişəm. Çünki ədəd ortadan da müəlliməniz sual sala bilər. 5-ci sinifdə baxın. Deyək ki, ədədlərinin medianını tap. Aha. Siz mənə deyin görün. Birinci ədəd ortanın qaydasını yadınıza salaq. Görək ədəd orta nə idi? Ədəd orta deyəndə ədədləri cəmləyirdik, bölürdük sayına. Yəni 17, 26. Yazdım mı? 36 uşaqlar. Səhv yazmışam. Ədəd orta deyəndə ədədləri cəmləyirdik, bölürdük sayına. Cəmləyəndən sonra 1, 2, 3, 4, 5, 6. 6-ya bölməliydim. Cəmləyirdim, bölürdüm